Yox mama, palet eləmirəm, heç qoymayacağım videonu. Uşaqlar, görün saat neçədə oyanmışam. 03:11. Məni təbrik eləyə bilərsiniz. Əsasən də qızlar mənə suala cavab versiniz. Siz də belə pričoskalarla oyanırsınız, yoxsa ancaq mənəm belə? Bu nə ya? Mən belə yatmamışdım. Takipçilərimin ən çox maraqlandığı odur ki, mən gün ərzində nələr yeyirəm. Bu səhər yeməyimdir. Burada da mən ətraflı göstərirəm ki, nə yeyirəm. Burada prezident pendiridir. Sevimlidat firmasına aid olan Axotniçin mini sosiskaları çox sevirəm. Üstəlik badımcan kürüsüdür burada və Kinder maloçny lomtik. Çörəyi də adətən mən ancaq səhərlər yeyirəm. Gedirəm mamanın kargosunu götürməyə. Apteka və mağazinə girəcəm. Getdik. Kargomu gəldim götürməyə. Külək o qədərdir ki, ya saçlarım bütün vız-vız olur. Evin yanında mağaza görmüşdünüz də yığanda elə gözəl çiyələyi idi. Yəni iri-iri, mənim ən sevdiyim. 1 kilodan çox yığdım. Bəlkə mukbang çəkərəm sizə. Bu belə. Və burada mama göyərti falan almışdı və noxud yəqin ki dolğa eləmək istəyir. Nədir onun adı? Mənə dedi ki, ödəmişəm, aşağı get, düş, götür və mamanın kargosu gəlib açacaq, ayaqqabı sifariş vermişdi. Bugün belə bir alış-veriş olmamışdı. Deməli, oturmuşam çiyələklə. İndi bir çiyələk yiyəcəm. Ay Allah, o qədər ləzzətli görsənir. Mukbang üçün darıxanlar neçə nəfərik? Bir dənə çiyələyi dişlədim. Çiyələyin böyüklüyünə baxın. Nə piski çəkmədim, nə boydaydı ya. Belə çiyələk hardadır? Təsəvvür edin. Dostlar, mama alış-verişlə gəlir. Baxın, çıxıdı. Tövbə. Mənim 2 dənə smetan. Dünənləri mama, mən smetan aldım, onu 1 saniyə tutardım. 2 dənə bundan. Atena. Breslitovski yeni deyəsən yox. Bu Breslitovski deyəsən çox adam alır. Mən nə qədər Breslitovski deyim, hamısını aldız. İmlə mənə görə, dəqiq. Mən dedim, siyo. Bu güzəldir. Saratov şol, JPL. Ən sevdiyim şollardan biri JPL-dir. Ümumiyyət kəsməyi də JPL-in dadlıdır. Və burada nədir bizdə? Burada bizdə simitlər. Simit. Burada bizdə ürək bulkası. Burada da ürək bulkası seviyoruz. Bilmirəm, ürək bulkası necə sevirsiniz? Mən bilsiz necə sevirəm onu. Kalbasayla. Şirin bulkanı kalbasayla. Bəli, mən belə yiyirəm. Qeyri-adi mənim zövqlərim. Çəki son göstərəcəm. Kefir. Bizdə kefir tez-tez içilir. Mamam ucu böyüyündən aldı, tapdı. Xiyar. Pomidor. Və belə bir yağ. Kristianskaya. Mama, bu yağı nə üçün istifadə edirik? Piçon üçün, nəsə pişirmək üçün yemirik bu yağı. Belə. Deməli, 20 manat çıxdı düz. 19 manat 86 qəpik daha doğrusu. Buyurun, sizə çək. Sağ. Uşaqlar, indi mukbanga hazırlaşıram. TikTok'da mukbang çəkəcəm. Bir də işıqları yandıram ki, işıq normal düşsün. Hazırlıq gedir. İstərim, deməli, bizə soslu, boyun ətindən. Sonra mukbanga bunu yiyəcəyik. Ay. Necə də qozaldı. Uşaqlar, üstündən göyərti ilə getdik mukbang çəkməyə. Ayda necə də gözəldir. Bugün az yemişəm, onsuz da görmüsünüz. Heç axıra qədər yemədim qoyduğumu. Kadrı indi düzəldəcəm. İfso.
Deməli bizə bir dənə qohum zəng eləyib, qiymət tayını edib. Mama smetan istədim. Mama mənə belə baxır, palit eləmə bütün YouTube'u. Yox mama, palit eləmirəm, heç qoymayacağım videonu. Честно, хватит. Полотенечко положи. Нет, mama. Əzizlərim, kargodan deməli bu ayaqqabıları götürmüşdüm. Sadəcə indi özümü nəsə pis eləyirəm, dura bilmirəm yerimdən, şərflə bütün bağlanmışam. Ona görə indi anamın ayağında göstərəcəm sizə. Rahatdır. Bundan anamda var, amma ki kaliçnivi qəhvəyi rəngində idi, qarasını götürdü. Çox rahatdılar. Trend yoldan bu dəfə alındı hər şey. İşə ən gözəl, rahat ayaqqabıdır həqiqətən. Anam ona görə başqa rəngi götürdü. Bu günləri qərar verdim ki, vloga davam eləyim. Deməli, duş qəbul elədim. Adətən axşamlar qəbul eləyirəm və ucu sizə göstərmirəm də. Bu günləri maska falan eləyəcəyik, göstərəcəm sizə. Sabahınız xeyir. Deməli, bu maskadan istifadə eləyəcəm. Sador Goldan. Qalanı su ilə qarışdırmaq lazımdır, onu sizə göstərəcəm. Sadəcə indi ona xod yoxdur, ona görə bu. Ay uşaqlar, deməli bu maska göstərmişdim. Nəsə bu günləri halsızam. Üstəlik bu günləri məndə reklamda var, amma nəsə gücüm yoxdur. Qızıl rəngdadır, qızıl rəngdadır. La 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 la. Oyda bu nədir? Nətər açaq? İlk dəfədir belə maska istifadə, yəni qızılı istifadə eləməmişəm. Qiymətini soruşanlar, əzizlərim, 3 nə qədərsə, 2 nə qədərsə, bəziləri 4 nə qədərsə, 5-ə qədərdir də maskalar. Onunla əslində o qədər də dəhşət bir şey görmürəm, amma hərdən istifadə edirəm. Ha. Qızılım bana çok yakışıyor. Dəhşət. Soyuqda özdə. Ay Allah, aman tanrım. Deməli, nə qədər saxlayırıq? 15-20 dəqiqə standart. Gün ərzində konkret oturduğum elə bu zaman oldu ki, rahat çayımı içdim, sevdiyim peridaçalara baxdım və eyni zamanda işlə bağlı telefonla yazışmalarım var idi. Çünki reklam var idi məndə bu günləri və reklamla bağlı SMS-lər gəlirdi. Doğrudan da çox rahat olmasam belə, heç olmasa maska etdim bu günləri. Gəlin baxaq, fərqi görəcəksiniz ya yox. Dəri düzdür, yumuşaqdır. Bu qədər. Saçımızı gedib buradacıyıq. Səhər yeməyimizi yiyəcəyik, çünki saat 3-dür ya 4-dür. Yeməmişik hələ də. Deməli uşaqlar, bugünkü səhər yeməyində məndə qlazokdur, 4 dənə belə sosiska, burada şordu, çörək, istiotla etdim üstünü. Çox dəhşət acam. İndi çay töküb gedirik yeməyə. Üstəlik bu çudanı yiyirəm, amma yarısını bunu saxladım. O birisini götürəcəm, hissəsini, yarısını götürdüm. Belə bir hissəni götürdüm. Nəsə elə hiss elədim ki, elə bir o qədər də doymadım. Deməli uşaqlar, bu günlər reklam olacaq. Mənə sushi gəlib, Maksimum Sushi'dən. İndi düzəcəm, bəlkə sizə göstərəcəm hamısını, prosesi. Buna baxın, görün nə gözəl düzüb gətiriblər. Maksimumdur soruşanlar. Çox qəşəngdir. Əvvəl onlarla işləyirdim. Sonra rəhbərliklə biraz problem yaşadım. İndi rəhbərliyi dəyişib deyə yenə mənə müraciət eləyiblər. Çox gözəl görsənir. Yəqin ki, heç düzməyəcəm də. Çünki çox gözəldir. Elə korobkada çəkiliş olacaq. Sonradan gördüm ki, sizə hər şeyi korobkada göstərdim. İndi qərar verdim ki, belə göstərim ki, görəsiniz. Mən indi yeməyi yedim. Bizdə badımcan sosu qaldı. Mən də dedim ki, mən onu yeyəcəm. Sizdə də belə bir şey olur ki, yemək qalır, başqaları başlayır forslanmağa. Mən onu yemirəm, ucu bir gün keçib yeməkdən cəmi, mən bunu yemirəm. Sonra da demək ki, mən yeməkdə seçimli deyiləm. Bizdə evdə mama heç diyetdədir. Yəni o gündə saat 4-ə qədər yeyir deyə. Yəni o çalışır eyni şey yeməsində ki, diyetdən çıxmasın deyə.
Amma nənəm həmişə deyir ki, mən ətlə yeməkləri falan sevmirəm belə elə. Amma nədənsə bu günləri sous qaldı, götürdü özünə pilmeni elədi və sousu fi elədi. Sizdə də belə evdə belə yemək söhbətləri olur, yəni mən də yeməyi atmağı sevmirəm deyə mən dedim ki, mən yeyərəm.